Bir neçə gün öncə mobil ödəniş və rəqəmsal pul kisəsi tətbiqi olan M10-da hesabların dondurulmasının əsas səbəbləri bəlli olub. Turkistan Azgun'un sesi infoya istinadla məlumat verir ki, sistemdəki bloklanma baş verən talama ilə bağlıdır. Məlumata görə M10 hesabının başqa şəxslərin idarəçiliyinə keçməsi nəticəsində ayrı-ayrı insanlara məxsus olan 10 milyonlarla vəsait talan olunub. Prosesin ABŞ-dan həyata keçirildiyi bildirilir. Xəbərə görə, hazırda Azərbaycanın hüquq mühafizə orqanlarında cinayət işləri açılıb və M10-dan həbslər həyata keçirilib. Qeyd edilir ki, M10-un xaricdən idarə olunması üçün həmin şəxslər xüsusi qorunan məlumatları və kodları qarşı tərəfə ötürüb. Əlavə edək ki, M10-da yaranan çətinliklə bağlı paşapay açıqlama yaymışdı. Bildirilirdi ki, M10 platformasında xarici mənşəli merçantlardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olması qeydə alınmışdır. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq sözügedən hesablar müvəqqəti olaraq dondurulmuşdur. Hazırda məsələ M10-nun müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılır və M10-da bütün əməliyyatlar tam bərpa edilib. Yaranmış narahatlığa görə istifadəçilərimizdən üzr istəyir. Göstərdikləri anlayış və etimad üçün təşəkkür edirik. İstifadəçilərimizin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet olaraq qorumağa davam edirik. Əlavə edək ki, M10 Azərbaycanda çox sürətlə yayılan mobil ödəniş və rəqəmsal pul kisəsi tətbiqidir. Rəsmi olaraq Kapital Bank tərəfindən yaradılıb və əsas məqsədi gündəlik pul köçürmələrini və ödənişləri maksimum sadələşdirməkdir.